Bakın görün İranda ne baş verir. Kadınlar. Bak. Gözəl də xanımdır. Həzə başı da bağlıdır. Bakın görün kimlər kimi. Bunu istəyirsiniz. Hə? Burada da belə polis gəlsin küçədə. Bu polisdir. Qapı bağlanmayıb belədir. Qapı bağlansa işgəncə, asmaq, döymək, biz nə istəsəz də içəridə zorlamaq. Əgər bakirədirsə zorlayıb sonra asacaqlar. Bu dəhşətdir. Və buna son qoyulmalıdır. Və o xalq da buna son qoymaq istəyir. Amma küçədə onu gülləliyirlər. Hansısa taxtabaş burada oturub deyir ki, ora müsülmandır, biz də müsülmanıq. Nə müsülman, hə? Nə müsülman? Bu müsülmanlıqdır. Nə danışırsınız siz? Nə bilirsiniz siz? Amma bizim təbii ki, xüsusi orqanlarımız diqqətli olmalıdır. Yaxşıdır bu məsələ ki, indi gizlənmişlər, təzən ortalığa çıxırlar. Həbs etmək lazımdır, həbs. Başqa dil onlar başa düşmürlər. Yoxsa onların əlini keçsə onlar asacaqlar, həbs elə bizləri asacaqlar. Biz humanistik, humanist. Heç kimi zorlamırıq, kişilik qanımızdadır. Heç kimi döymürük, heç kimi sadəcə bu ölkədə normal yaşayışı əgər anlayırsansa, normal, yəni adam kimi yaşayışı anlayırsansa, adam kimi də yaşayacaqsan. Yox, orada kərimədən danışacaqsan, bilmirəm, hansısa və Rusiyanın böyle Putin'dən, Putin'dən filandan danışacaqsan, içəridirsən yeri, vəssalam. Bu dövlətin bayrağı, bu dövlətin siyasəti və türklükdür, Turan sevgisidir, bütöv Azərbaycan sevgisidir, Türkiye sevgisidir və Türk dünyası sevgisidir. Xoşunuza gəlmirsə, nə belə pis anlar yaşayacaqsınız siz. Halınıza ağlayıram və yaxud da sevinirəm halınıza. Çünki belələri sadəcə bizlə yanaşı olmamalıdırlar. Hər kəs, əziz dostlar, onu bilməlidir ki, bu hadisələr çox böyük. Baxın, orada bugün rəzillik, haqsızlıq, bombalar yağır başlarına, dükkanlar dayanıb, iqtisadiyyat ölü halında, devalvasiya məhv edib ölkəni, korrupsiya məhv edib, mollaların hamısının uşaqları Amerikada, İngiltərədə başa düşürsünüz. Sepah orada öldürür, Qısır burada öldürür, obrisi buradan bağırır. Aləm deyib bir-birinə və üstəlik də ölkədə neçə tirəlik var, sünnisi var, şiyəsi var, başa düşürsünüz. Şən sünni olmamalısan, bir-birinə nəsə orada lənətlər oxuyurlar, ondan başqa da insanları zorla başına döyməlisən, zorla belə geyinməlisən, zorla sağa baxmalısan, zorla biz dediyimizi etməlisən, ac qalmalısan, amma səsini çıxartmamalısan. Yalavac qalmalısan, çünki bütün dünya siyonistdir və bu axmaqlığı da bu ölkədə yayıblar. İndi bu ölkənin başına bomba düşür. Bax, bu qadınlar var, həbs olunan, yəni normal da, normal qadınlar. Sizcə başlarına yağan bombaya necə reaksiya verirlər, hə? Baxın, görün necə reaksiya verirlər İranda başlarına yağan bombaya normal qadınlar. Buyur. که خوری و جمعش کن و دوباره نزده این داره این چی جوری میزنه؟ با چی میزنی داداش؟ داشتی گوشی کجایی تو؟ دور یه شماره بده به خدا اون شب انقدر پایین Deyib sevinirlər, gülürlər, ləzzət edib onlara. Vətənləri vırılır, gör nə hala gətiriblər insanları. Enkaz altından çıxan Gəncəli igidimiz nə deyirdi? Biz daha da qızışıyoruz, yəni ki, belə düşmən vurur, düşmənə qarşı. Sevinirlər, beziblər. Başa düşürsünüz. Din pərdəsi altında, din adı altında. Nə İslam Cumhuriyyəti? Buradakilərdən danışıram, mən özləri bilərlər, onlar necə üzərinə alınırlar. Burada oturublar, güya ki, İslam təəssübkeşliyindən danışırlar. Düşmən elə düşməndir. Həmişə Ermənistanın tərəfində olub, Rusiyanın tərəfində olub, Azərbaycanın məhvini istəyib, həmişə. Bayrağımızı tərs asıb, gah deyib ki, Zəngəzur qırmızı xətdir bizim üçün, gah öz ordusunu salıb ortalığı ki, biz ermənilərə qoğuruq qabağımızdan qaçırlar, güya qabağımızı kəsəcəklər, gəl onlar da bir vaxt ağlayırdıq, onlar heç baxmayırdıq. Gah bizə orada millətimizdə nə məktəb açmaq, gah tarakan deyirlər, gah məktəb açmağa imkan vermirlər, danışmağa imkan vermirlər. Düşmən necə olur? Bütün dostlarımızla da düşməndirlər. Türkiye nifrət, gecə və gündüz yanırlar və bütün ölkədə
Ermənilər üçün abidələrdən, istəyirsiniz Təbrizdə də hətta var ermənilər üçün abidə. İsfahanda, hər yerdə ermənilər üçün bir dənə deyil. Yerevanın özündə bir dənə abidə var, Ruslar qoyublar onlar sonra başına fırlanırlar apreldə. Yağın ki, Paşinyan bir sabah onu da götürər oradan. Çünki əl dostluqdan danışırsa, yəni normal münasibətdən danışırsa, nə genosid, hansı soyqırımlar. Amma İran doludur o soyqırım abidələri ilə. Eyni millət iqdir ermənilərə. Dodaq-dodağa öpüşürlər. İndi ermənilərlə düşmən düşürlər. Daha Məşədi, Anna Məşədə getmir. Daha, niyə? Çünki Ermənistan daha demir biz işğalçıyıq. Döyüldü, ağlı başına gəldi. Ermənistan daha demir biz Azərbaycanla düşməliyik. Onda İran, Azərbaycanla düşmən dörsənsə, onda heç də daha, heç də. Sən də oldun Azərbaycanın tayı, bizim üçün, İran üçün. Bu belədir. Və bütün bunlar ola-ola, burada İranın tərəfində olan kimdir? O satqındır. Təbii ki, satqındır. Satqın və əclafdır.